Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə soba listi ilə bir bol bərəkətli, ləzzətli, kövrək, yumşaq, tam da axtardığınız o resept dediyiniz o cemli piroq resepti var ha. Baxın, həmin o piroq reseptini paylaşacağım ki, hər biriniz çox məmnun qalacaqsınız bişirdikdə. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like işarəsini basmağı da unutmayarsınız. İndi isə keçək hazırlama qaydasına. Lazım olan ərzaqları videonun alt bölümündə qeyd edəcəm. Öncə 5 stəkan unu ələkdən keçirdirəm. 2 dəfə ələkdən keçirtmişəm 5 stəkan unu. Unun fərqi yoxdur. Birinci dərəcəli, yəni ağ undan istifadə eləmişəm və üzərinə 3 çay qaşığı qabartma tozu əlavə edirəm. Qabartma tozunu özüm evdə hazırladığımdan əlavə elədim. Siz 2 paket, yəni qabartma tozu marketdən alıb əlavə edə bilərsiniz. 2 paket vanil əlavə edirəm. Unla qabartma tozunu, vanili qatışdırıram və kərə yağını unun içərisinə əlavə edib umaç halına gətirəcəm. Kərə yağı olaraq isə mən sözsüz ki, mətbəximin əvəz olunmaz, ləzzətli, dadlı, belə deyim də, çox gözəl bir kövrəklik gətirən piroqa səba kərə yağından istifadə edəcəm. 250 qram səba kərə yağından da unun içərisinə əlavə edirəm və 200 qram şəkər tozunu da əlavə eləyib umaç halına gətirəcəm. Umaç halına gətirməyi də ki, belə deyim də, elə hamısını bir yerdə qatışdırıb ovuntu əlinizlə ovduqda artıq umaç halına gətirmiş olacaqsınız. Umacın hazır olmamağını isə əlvizlə baxın, sıxdığınız zaman əgər formanı itirmirsə, saxlayırsa, demək ki, artıq umac hazırdır. Umac hazır olduqdan sonra umacın elə ortasında oyu qaçıram və 200 milli stəkanla bir qatığı umacın içərisinə əlavə edirəm. Üzərindən də 4 ədəd yumurta əlavə edirəm. Bir şey qeyd edim də, əslində bu reseptdə 3 ədəd yumurtadır. Mən sadəcə istifadə etdiyim yumurtalar çox xırda olduğundan mən 4 ədəddən istifadə elədim. Əgər iri yumurtadan istifadə etsəz, elə 3 ədəd də kifayət edəcəkdir. Öncə qatıqla yumurtanı qatışdırıram bir-birinə. Ondan sonra bunu kənarda da qatışdırıb əlavə edə bilərsiniz. Və ondan sonra əlimlə kövrək, yumşaq, belə deyim də, axıntılı bir xəmir yoğururam. Əslində bu xəmiri gözlətməyə ehtiyac yoxdur. Bilirsiniz necə universal xəmirdir, hansı ki bunu elə buradan hazırlayıb kəsmə piroqlar da edə bilərsiniz, üzü cemli. Yəni istədiyiniz cemli bir şirniyyatları hazırlaya bilərsiniz bu xəmirlə. Amma mən üzəri sütkəcdən keçirilən piroqu daha çox sevirəm. Bilmirəm niyəsə, sanki məni uşaqlığa aparan bir piroqdur. Mən biz o piroqu belə deyim də, o vaxtda bağçada daha çox yeyirdik və mənə o piroq həmişə bağçanı xatırladıbdı. Və xəmir gördüyünüz kimi yumşaq bir xəmir yoğurdum və yoğurduğum xəmirdən belə deyim də 2 ovucluq da xəmir ayırıram üzəri üçün, qalan xəmiri də qoyuram kənarda. Üzəri üçün ayırdığım xəmiri qoyuram dondurucuya. Donsun ki, sütkəcdən yaxşı keçirtmək olsun. Və hardasa bir 30 dəqiqəyə donacaq dondurucuda. Bu bir xəmirin də üzərini bağlayıb elə mətbəx stolunun üzərində qoyuram dinlənsin. Əslində bir daha qeyd edirəm, dinlənməyə ehtiyac olmayan bir xəmirdir. Sadəcə mən bu növündən istifadə etdiyim üçün dondurucuda. Ona görə xəmiri gözlətdirdim. Siz əgər həmin an, yəni bir başqa piroq, rulet mi deyim, piroq mu deyim, xırda, yəni peçenyelər mi deyim, cemli hazırlamaq istəsəz, elə həmin anda hazırlaya bilərsiniz. Və 30 dəqiqədən sonra artıq dondurucudakı yəni ayırdığım xəmir donduqdan sonra soba listinin içərisinə xəmirin böyük qalan hissəsini yayıram. Gördüyünüz kimi eyni bərabərlikdə. Soba listimin diametri 32 santimetrdir. İltimat peçlərinin bu listidir. Yəni mənə elə gəlir ki, əksər xanımlarda elə bu soba listindəndir. Xəmiri yaydıqdan sonra cemimi əlavə edəcəm. Bu cem gavallı, şokoladlı cemdir. Hansı ki mən sizinlə paylaşmışam. Kanalımda da var. Baxmayanlar üçün videonun alt bölümündə qeyd edəcəm. Yayda hazırladığım cemdir. Çox ləzzətli, çox ətirli olur. Belə
necə deyim sizə, yediyiniz an bilməyəcəksiniz. Meyvə yeyirsiniz, bilməyəcəksiniz, şokolad yeyirsiniz. O qədər ləzzətlidir ki, yəni cemin içərisində şokolad var. Bunu deyim biləsiniz. Yəni mürəbbəni belə deyim də, cemi hazırladığım zaman içərisində şokolad əlavə elədiyimdən çox ləzzətli bir dadlı bir cem ərsəyə gəlibdir və cemi bütün piroq boyu yaydıqdan sonra mən belə deyim 5 xörək qaşığı cem yaydım piroqun üzərinə və hər tərəfinə gördüyünüz kimi yaydım və ən sonda dondurucudan saxladığım xəmiri çıxardıram və sürtkəcin iri gözündən keçirdirəm. O vaxtı biz bağçada yediyimiz zaman belə deyim də, daha uzun xəmirlər olurdu piroqun üzərində. Sonradan yəni anladım ki, onu ət maşınından keçirdirdilər. İndi mən yəni ət maşınından keçirtmək istəmədiyim üçün, yəni orada həm ət, həm soğan, belə ət məhsulları istifadə elədiyim üçün xəmiri ora salmaq istəmədim. Əgər sizdə artıq xəmir varsa, onda mütləq ət maşınından keçirdin, çox gözəl olur. Və sobanı əvvəlcədən alt-üst rejimdə 170 dərəcədə qızdırıram və alt-üst rejimdə də 170 dərəcədə üzəri qızarana qədər bişirirəm. Və mənim sobamda 170 dərəcədə 45 dəqiqəyə tam hazır oldu. Çox gözəl bir ətir var. İnanın ki, evi ətir bürüyübdür. Soysun və soyandan sonra da kəsib göstərəcəm və piroqun içərisini yoxlamaq üçün taxta çöpdən istifadə edirəm. Çöpün üzəri əgər xəmir qalmayıbdırsa, demək ki, içi də tam bişibdir. Bir də onu qeyd edeyim ki, cem olaraq sizin əlinizin altında olan istənilən cemdən istifadə edə bilərsiniz. Yəni bu əncir cemi olar, heyva cemi ola bilər. Yoxdursa ceminiz, almanı sürtkəcdən keçirdib, şəkər tozu ilə kənarda biraz bişirib əlavə edə bilərsiniz. O da möhtəşəm olur. Şokolad yağı da əlavə edə bilərsiniz. Bişmiş, qatlaşdırılmış malako da əlavə edə bilərsiniz. Və bu da mənim piroqumun kəsilmiş halda, yəni görünüşüdür. Möhtəşəm bir dadı var. Yəni belə deyim də, mən deyərdim ki, cemli piroqlarımın içərisində ən ləzzətli, ən kövrək piroq məhz bu piroqdur. Həm bol bərəkətli olur. Belə deyim də, anamın bir sözü var, ordu doyar bu yeməklə. Bir orduya çatacaq qədər piroq çıxır, çox bərəkətli olur. Ona görə də böyük ailələr, yəni külfət ailələr rahatlıqla hazırlaya bilərsiniz. Yumuşaq, ləzzətli bir piroq sevirsinizsə. Bu qədər. Bu mənim sizinlə paylaşmaq istədiyim növbəti bir videoydu. İnşallah ki, bəyənərsiniz. Bəyəndiyiniz halda da göz haqqınızı halal edərsiniz. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Allah heç bir ata-ananı evladı qarşısında çörəklə, nemətlə sınağa çəkməsin. Şərhlərinizi gözləyirəm. Kanalıma bir daha deyirəm, abunə olmağı unutmayın ki, hər gün çıxan videolarımdan ilk siz xəbərdar olasınız. Bu qədər, sağ olun.